Paşinyan istifa verdi. Ermənistanda yeni hökumətin formalaşması prosesi başlayır. Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin istifa verdiyini açıqlayıb. O, bu barədə sosial şəbəkə hesablarında paylaşım edərək bildirib ki, qərar ölkə konstitusiyasının 158-ci maddəsinin tələblərinə uyğun şəkildə qəbul olunub. Yekun TV xəbər verir ki, Paşinyanın sözlərinə görə yeni seçilmiş parlament ilk iclasına başladığı gün mövcud hökumət avtomatik olaraq istifa verir. Bununla bağlı sənəd imzalanaraq Ermənistan prezidentinə təqdim edilib. Baş nazir qeyd edib ki, hazırki Nazirlər Kabineti yeni hökumət formalaşana qədər öz səlahiyyətlərini icra etməyə davam edəcək. Yeni parlament fəaliyyətə başladıqdan sonra prezident parlament çoxluğunun irəli sürdüyü namizədi baş nazir təyin edəcək və bundan sonra yeni hökumətin tərkibi təsdiqlənəcək. Qeyd edək ki, bu istifa siyasi böhran və ya hökumətə etimadsızlıqla bağlı deyil. Söhbət parlament seçkilərindən sonra qanunvericilikdə nəzərdə tutulmuş rəsmi prosedurdan gedir. Xatırladaq ki, son parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi partiyası səslərin təxminən 49,7%-ni qazanaraq parlamentdə çoxluğu əldə edib. Bu nəticə partiyaya koalisiya yaratmadan yeni hökuməti formalaşdırmaq imkanı verir. Siyasi müşahidəçilərin fikrincə, qarşıdakı günlərdə yeni hökumətin tərkibi və əsas prioritetləri açıqlanacaq. Xüsusilə iqtisadi islahatlar, təhlükəsizlik məsələləri və Ermənistanın xarici siyasət kursu yeni kabinetin gündəliyində əsas mövzular olacaq.